Əlbəttə, gələcəyin qeyri-müəyyənliyi hər kəsi qorxudur. Ümumiyyətlə, beyin qeyri-müəyyənliyi bir təhlükə kimi anlayır, bunu qəbul edir və sizin az öncə də qeyd etdiyiniz kimi, təhlükə də istər-istəməz insanın ağlında olan ən pis ssenariləri başlayır fikirləşməyə. Yaxşı olardı ki, bu halda gələcəyin qeyri-müəyyənliyinə dair, ümumiyyətlə gözləntilərə dair bu hədəfləri, bu arzuları kiçik hissələrə bölmək. Yəni ki, xatırlayarsınız, biz tapşırıqları edən zaman hər hansı bir çətin tipli misallarla, tapşırıqlarla üzləşəndə onları necə kiçik hissələrə bölürdük. Bu da həmin qaydada. Biz öz hədəflərimizi, gələcəyə dair gözləntilərimizi kiçik hissələrə bölsək, bunu əldə etmək bizim üçün bir o qədər də daha rahat olar. Və unutmaq olmaz ki, gələcəyə dair gözləntilər ümumiyyətlə burada çox rastlanan bir haldır ki, valideynin dəstəyi də burada önəmlidir və ümumiyyətlə burada abituriyent özünə bu sualı verməlidir ki, mən burada nə etməliyəm, mən kimə müraciət etməliyəm? Bizə aydın olan bir məsələdir ki, gələcək bir gündə əldə olunmur. Bu günlər, aylar, illər tələb edən bir məsələdir. Əgər biz istəyiriksə bizim gələcəyimiz daha gözəl bir şəkildə olsun. Dediyim kimi, ətrafdakıların, xüsusilə də valideynlərin dəstəyi burada öz rolunu oynayır.